Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'd. Mühtərəm qardaşlarım, bu günləri təbii ki bilirsiniz, Xatib Rahiməllahın kitabını oxuduğumuz gün idi. Sadəcə olaraq bəzi məsələlər göründü, bəzi hallara şahid oldum və siz də şahidsiniz təbii ki. Ona görə istəyirəm ki, o hallara uyğun bir neçə məsələyə toxunum. O da təəssüf o, əslində toxunulmamalıydı. Əslində sələflər illərdən sonra bu nəsihəti dinləməməliydilər əslində qalsa. Özləri kimlərəsə eləməliydilər. Sələflik zəifliyib sələflərin arasında. O da toxunmaq istəyirəm qardaşlarım nəyə? Sələfliyin tövhid məsələlərində sələflik necə olmalıdır? İnsan tövhid məsələlərində necə sələf olmalıdır? İnsan sünnə məsələlərində necə sələf olmalıdır? İnsan haramlara nisbətdə necə sələf olmalıdır? Çünki bəzi qardaşlarımıza görə sələflik sadəcə bəzi şeylər, əgər bəzi şeylər varsa, kimsə xavaric deyilsə demək sələfidir. Belə bir qayda yoxdur. Məsələn, başlamaq istəyirəm tövhid məsələlərindən. Allah Taala bizə əmr eləyib özündən başqa heç bir şeyə ibadət etməməyi, yalnız özünə ibadət etməyi və istədiyimiz hər bir şeyi Allah Taala'dan istəməyi və bunun da əksinə bizə şirk də öyrədib Allah Taala. Necə ki, Qurani-Kərimdə tövhidlə əlaqədar ayələr gör nə qədər çoxdur. Tövhidə aid olan ayələr nə qədər çoxdur və duanın da, ibadətlərin də yalnız Allah Taala özünə olunmasını bizə əmr edib öz kitabında. Və bir nəfər və bir qardaşımız, məsələn, hər hansısa bir özünə sələf edən tövhid əhli tövhidi qəbul etsə və Allahdan qeyrisini ibadət etməsə və Allahdan qeyrisinə ibadət etmir, yalnız hər bir ehtiyacını, hətta hər bir kiçik və hər bir böyük fərq eləməz. Hər bir kiçik və hər bir böyük ehtiyacını Allah Taala'dan istəyir və bu onu tövhidə tam olaraq salır, salmır. Nə zaman onu tam olaraq tövhidə salır? Bəli, artıq o tövhiddəndir, artıq o şirk əhli deyil. Amma o zamanın ki, o şirkin əhlini tərk eləməyincə. Şirki tərk etmək və şirkin əhli. Çünki günahlar iki hal olunub, həmişə. Çünki tövhid özü də günahdır. Şirk və şirk əhli, haram və haramların əhli, bidət və bidətin əhli. Və insan o zaman tam olaraq, kamil olaraq tövhid əhli sayılır ki, şirkin əhlini də belə tərk eləsin. Ola bilərmi ki, bir tövhid əhli şirk əhlini də özə dost tutsun? Yəni ki, Allah Taala öz kitabında bu bizə buyurur. Hətta onlar onların yaxınları olsalar, valideynləri olsalar belə, onları tərk eləyərlər. Onlardan bəri qalarlar. Təbii ki, dəvətçiləri, təbii ki, şirkə dəvət eləyən və s. Və ola bilərmi ki, şirk əhlinin bayramlarını tövhid əhli baxsın, sevinsin? Ola bilər, ola bilməz. Yəni, bu tövhid əhlinin bir kəsin ixtiyarı yoxdur. Özünə tövhid əhli deyən heç bir kəsin ixtiyarı yoxdur ki, əgər belə şeyləri etsin və sonra da tövhidlə fəxr eləsin. Ki, əlhamdülillah, mən tövhid əhliyəm. Yox, qardaş, yox, elə şey yoxdur. Tövhid əhli olmur. Hə, sən tövhiddəsən, sən şirk əhli deyilsən, sənin tövhiddən payın var, amma naqisdir. O da hələ bizim zənnimizdir. Heç bəlkə o da yoxdur. Axı, Allah möhtac deyil. Məgər Allah Taala bizə tövhidlə, xüsusilə də tövhidlə əlaqədar olan məsələlərdə, əmr eləyəndə hər hansısa bir məsələlərdə məgər nələrsə üzrü qoydu. Çünki tövhid elə bir vəqətlərdəndir ki, əsildir. Onsuz heç bir şey yoxdur. Hətta sünnə belə yoxdur. Hətta sünnə tövhidə tabidir. Hətta sünnə tam olaraq kim yaşadırsa sünnəni, əgər tövhidində ləkələr varsa, o heç sünnəyə belə nisbət olunmur. Hətta sünnəni, hətta tam yaşasa da belə. Çünki tövhid elə bir ibadətdir ki, orada boşluq olmaz. Və tövhiddən sonra gələn məsələ isə insanın sünnəyə uyğun yaşamasıdır. Sünnəyə uyğun yaşamaq necə olur, qardaşlarım? Tövhid yaxşı, bir insan tövhidi keçdi. Şirkdən və şirkin əhlindən uzaqlaşdı. İnsan şirkdən və şirkin əhlindən uzaqlaşsa, sonra artıq tövhid əhli adını alsa və artıq sünnə ilə Allahı ibadət eləməlidir. Axı o tövhidi sünnə ilə başa düşəcək.
Yəni Allah Rəsulunun sünnəsindən başa düşəcək tövhidi. Və artıq o nə zaman sünnə əhli sayılacaq? Yəni sünnələrini yerinə yetirməklə, saqqal saxlamaqla, isbal saxlamaqla, ümrəyə gəlib gəlməklə. Yəni budur sünnə. Əhli sünnə insan belə olur? Yox. İnsan əhli sünnə belə olmur. Bəli, bunlar sünnədəndir. Saqqal saxlamaq sünnədir, isbal sünnədir, misvak sünnədir. Bəli. Bunlar sünnədəndir. Amma bunlar insanı sünnə əhli eləmir. Xavaricilərin həyatına bax, saqqalları yox idi, isballar yox idi. Yoxsa başqa sünnəyə uyğun, sünnəyə nisbət olan əməllər mi yox idi yoxsa? Vallahi var idi. Bugünkü gündə eşitdiyiniz şuarlar var idi, bax onlarda. İndi nə deyirlər? Filankəsin bir-iki dənə səhvi var, onu sünnədən çıxarıb atmışsınız. Vallahi bir-iki dənə səhvləri var idi. Nədir ki səhvləri? Bir-iki dənə səhvləri var idi, vəssalam. Lap olsun sizin xətinizdə 4 dənə. 2 dənə üstünə qoysaq. O boyda 4 dənə şeyə görə sevmək, bəli. Bütün hər şey edirlər. Hətta zahid idilər, zuhd əhli idilər. Abdullah ibn Abbas radiyallahu anh, təbii ki, batil zuhd idi. Abdullah ibn Abbas radiyallahu anh o zamanki olay yanına göndərildi. Onlar yanına göndəriləndə Abdullah ibn Abbas'a görə bunlar nə dedilər? Dedilər ki, bu nə geyim keçimdir, geyinmirsən. Bu nə səliqədir, bu nə təmizlikdir, bu nə ətrin idi gəlir səndən. Subhanallah, inanılır. Cırıq-cındır paltarların içində gəzirdilər. Saçlarını nə üçün qazıyırdılar? Ülgüclə qazıyırdılar. Sanki bunlarda saç nəyin göstərgisidir, nəyin əlamətidir? Səliqə, daraq və yaxud da daramaq nəyin əlamətidir? Səliqənin və s. Yəni, sanki bunlar hər şey tamamilə tərk ediblər. Yəni, dünya bunlarda tamamilə yoxdur. Abdullah ibn Abbas'a dedi ki, bu nədir? Bu dünyanı gətirmişsən üstündə. Subhanallah, inanılır. Sahabədə olan dünyadan sayırlar. Amma nə oldu? Onların etdiyi o qədər sünnələri yerinə yetirməkləri, onları əhl-i sünnə elədi, eləmədi. Onların etdiyi bir neçə az sayılı bidətdir, onları çıxartdı, etdi bidət əhli. Ona görə bir insanın ixtiyarı yoxdur ki, sünnələri yerinə yetirsin və özünə əhl-i sünnə desin. Bir insanın o zaman ixtiyarı var ki, sünnələrini yerinə yetirə-yetirə bidət əhlinə qarşı qəlbindən nifrət olmalıqca. Artıq əhl-i sünnə sayıla bilməz. Mümkün deyil. Xüsusilə də əhl-i sünnənin, üzr istəyəm, xüsusilə də bidət əhlinin dəvətçilərinə. İllərlə ibadət edən qardaşları görürsən ki, hər hansısa bir hizbinin, hər hansısa bir ixvanın, xavaricin və yaxud ona bənzər şeylərin, vallahi elə bidət əhlinin hərdən nələrinizsə oxuyurlar və yaxud da nələrinizsə öz paylaşırlar ki, yəni vallahi ağacların üstündəki yarpaqlar da bilir ki, o bidət əhlidir. Yəni hər hansısa bir dəlillə ehtiyac yoxdur ki, onun bidət əhli olmasına. Hətta özləri belə qəsdən bilirlər ki, bu dində belə bir şeylər yoxdur, biz bunları xeyir üçün və s. qəsd edirik, ona bənzər şeylər. Subhanallah, inanılır. İnsanlar bidət eləyənlər özlərinin bidətdə olduqlarını bilirlər. Amma özünə sələfi deyənlərsə onların, vallahi belə sələfilik olmur. Allah Teala öz kitabında bizə və yaxud da Allahın dininə baxdıqda nəyi biz orada tapırıq? Allah yalnızca kimdən qəbul edir? İlləl muttəqin və yaxud illəl muhsinin, yəni illəl muxləsin, ixlaslılar. Yəni kim ki haqq üzərindədirsə, bizim etiqadımıza görə, əhl-i sünnənin etiqadına görə, salamat və sağlam olan etiqada görə, kim ki bidət əhlidirsə ixlaslı deyil. Düzdür? Kim bidət əhlidirsə ixlaslı sayılmır. Necə ixlaslısan ki, Allah arasına qarşı xəyanət eləmirsən. Və fərz elə, sən əhl-i sünnə, sən sələfi də o bidət əhlinə qarşı bu cür yaşayırsan. Və sənin üçün bir maraqsızdır. Sənin üçün bir dəyərsizdir. Ona görə də ixtiyarı yoxdur o qardaşın. Ona görə o ixtiyar sahibi deyil o qardaş ki, hansısa sünnələri yerinə yetirsə də belə özünə əhl-i sünnə desin ki, özünə sələfi desin, fəxrlə, baxmayaraq ki, onda bu problemlər olsun. Və növbəti isə insanın günahlara qarşı olan sələfilikdir. İnsan günahlara qarşı necə sələfi olmalıdır? Yəni, tamam, sən günahları, böyük günahları tərk etdin, içkini və s. bənzər şeyləri və yaxud ona bənzər günahları, ona nisbətdə olan günahları tərk etdin. Onları tərk etməklə sən günahlardan çəkinən bir sələfi oldun. Nə zaman olacaqsan? Yenə də həmçinin onun əhlini tərk etmədikcə və həmçinin də o günahlara qəlbindən nifrət etmədikcə. Ola bilər, insan qəlbində günahlarına nifrət etməsin. İnsanın o günahlara qarşı qəlbində bir inciklik, qəlbində bir narahatçılıq olmasın. Görürsən, qardaş içənlərin yanından keçir,
Onlar dekə almış olsun. Amma özü içmir. Onlar araq içirlər, nə bilim, dekə almış olsun. Nəyə? Nəyə tövbə eləmirsən, nə insan? Ay qardaş. Nədir o tövbə elədiyin şey sənin? İçməmək. Onsuz ağıllı adamlar içmirlər, sağlamlığa ziyandır. İndi sən hansına görə tərk eləmirsən? Sağlamlığa görə, yoxsa Allaha görə? İnsan Ramazanda Allah Taala oruç tutmağa əmr eləyir. Ramazanda içənləri görür, yeyənləri görür, qəzəblənmir. Bəli, biz demirik ki, cəmaata sövmək lazımdır, vurmaq lazımdır, döymək lazımdır, incitmək lazımdır. Yox. Axı sənin qəlbindəki o sızıntı. İnsan Ramazanda yeyənləri görür, Ramazanda içənləri görür, narahat olmur. Öz oruçlama. Baxır, narahat olmur. Qəlbi sızlanır. Sıxılmır. Yəni bu orucdur indi. Bu Ramazandır. Məgər Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətmədi müflisləri ki, Ramazan müflislər gedəcəklər, müflislər çıxacaqlar. Məsələ ibadət eləmək deyil, məsələ ibadəti düzgün eləməkdir. Ona görə insan hər bir məsələdə sələfi olmalıdır, sələfinə qayıtmalıdır. Məsələ təkcə ibadətin özünü bacarmaq deyil, məsələ ibadəti necə bacarmaqdır. Ona görə hər dəfə deyilir, ibadətləri çoxlu sayda eləmək yox, düzgün eləmək lazımdır, qardaşlarım. İxlas eləmək lazımdır. Qoy az olsun hər hansıda bir şeylər, amma o kitab və sünnə müvafiq olsun, müxalif olmasın. Nələrsə artılıb müxalif olmaqdansa, qoy nələrsə az olsun, amma o kitab və sünnəyə müvafiq olsun. Qoy sən biləsən ki, sənin elədiyin kitab və sünnəyə müvafiqsən, düz eləyirsən. Ona görə qardaşlarım, yəni sələflik çətindir və indi daha da çətindir. Yəni, sələflik təkcə mən sələfiyəm deməklə bitmir. Çünki nə qədər özünə yaxşı deyən pislər var, nə qədər özünə halal ruzi dalınca qaçıram deyib haramın içində boğulanlar var. Yəni, insanın özünə qoyduğu adlar kifayət eləmir. İnsan özünə qoyduğu adlar kifayət eləsəydi, dinimizə nəsihət deyilən bir şey olmalı eləsinə qalsa. Hansı ki, xəta eləyən özünü xətakar görür ki, məgər? Məgər Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbərlik veriləndə, gəlib dəvətə başlayanda ətrafdakı insanlar özlərini səhv mi görürdülər? Onlar deyirlər ki, biz xətakar bir qövmük, bir nəfər gəlsədi bizi tağutlardan çəkindirərdi. Belə şeylər deyirlər, demirlər. Ona görə də insanın özünə qoyduğu adlar, ona görə insanın özünün haqqında olduğu zənnlər kifayət eləmir. Dinimiz nəsihəti nəyə görə? Hər bir məsələyə görə və xüsusilə də bu məsələyə görə. Etdiyin səhvlərinə görə sənə nəsihət olmalıdır. Sənin özünün haqqında olduğun zənnləri, onsuz da insan həmişə özünün haqqında yaxşı zənd olur. Şeytanın silahlarından da insanın özünün haqqında yaxşı zənnlər aparması. Ona görə gələk müsəlmanı vallatmasın. Ona görə qardaşlarım, sələfilik dillə deyilən sözlərdən ibarət deyil. Sələfilik əməllərdir. İnsan o zaman tövhid əhli sayılır ki, Allaha olan şirki tərk etsin və onun əhlini tərk etsin. İnsan o zaman sünnə əhli sayılır ki, Muhammed sallallahu aleyhi ve sellem qəbul etsin, əshabını qəbul etsin və Muhammed sallallahu aleyhi ve sellemin özünün və sahabələrinin yolunda olmadığı yollarda onları da tərk etsin. Hətta nifrətlə tərk eləsin. Xavariclər necə tərk olunurlar? Muhammed sallallahu aleyhi ve sellem öldürün dedi, Quran oxuyanları öldürün dedi, namaz qılanları öldürün dedi. Təbii ki, rəhbərlərə aid idi bu məsələ. İnsan da Quran oxuyan, rəhbərə tabi olanı öldürəmir. Bəli, vallahi nə qədər ibadət edənlər var ki, ibadət etməyənlərdən pisdilər. Nə qədər ibadət edənlər var ki, ibadət etməyənlərdən pisdilər. Çünki ibadət etməyənlərin zərəri hardadır? Onlar hardan zərər vurur ibadət etməyənlər? Dünya ilə. Yəni Allahdan qorxan qəlbinə dünya zərər vurmaz. Amma Allahdan qorxan qəlbinə dolayısı yollarla bidət zərər vurar. Onu haqq görər. Ona görə bidət lap pisdir. Və həmçinin də Allahdan qorxana yaraşmaz ki, haramları tərk etdiyi halda ona nifrət eləməsin. Sən necə sələfisən ki, haramları tərk eləmirsən. Sən necə sələfisən ki, haramlardan uzaqsan və onun əhli isə sənin dostundur. Onun əhli isə sənin süfrəndədir. Ola bilməz. Sən onlara yenə də qardaş sayılırsan. Onlar səni yenə də qardaşım deyə zəng eləyirlər sənə. Onlar yenə də sən qardaşımız bizlə deyirlər. Yox. Ola bilməz. İnsan hər bir halda sələfi olmalıdır. Hər bir halı ilə sələfi olmalıdır. Bəli, bizə şəriətimiz, dinimiz ərəbli olmağa əmr eləyib. Dinimiz bizə insanlarla mülayim qavramağa əmr eləyib. Təbii ki, bu o demək deyil ki, insanlara daş atmaq lazımdır. Bu o demək deyil ki, insanlara nifrət eləmək lazımdır.
Çünki biz özümüz də əvvəllər zaten oradaydıq. Çox azımız istisna olmaqla çoxsumuz oradaydıq. Amma sadəcə olaraq vələ vəl-bəra dinimiz bunun üzərində qurulub. Dost və düşmən məsələlərin üzərində. Dostluq və düşmənlik başqa bir şeydir. İnsanlara ədəb göstərmək başqa bir şeydir. İnsanlara zülm verməmək başqa bir şeydir. Hətta Allah Taala müşriklərə, kafirlərə zülm eləməyə qadağan edib. Allah Taala heyvanlara zülm eləməyi, əti yeyilməsi haram olan heyvanlara zülm eləməyə qadağan edib. İndi bu o deməkdir ki, əti yeyilməyən heyvanlar bizim dostumuzdur. O demək ki, biz onlarla bir yerdə olmalıyıq. Səfehlikdir bu. Aydındır? Ona görə qardaşlarım, bu nəsihətim təbii ki, ən birinci özümə idi. Və sonra da kim əgər haqqı istəyirsə, haqqı dinləmək istəyirsə, ona idi. Amma yenə də dediyim kimi, təəssüf olsun ki, sələflər bugün bu nəsihəti dinləməməlidirlər. Yəni, bizə bu lazım deyil. Bizə lazım olan, bu nəsihətə bizim ehtiyacımız olmamalıydı əslən. Bəli, nəsihətdə fayda var. Yəni, bu peşmançılıq deyil təbii ki. Hərdən insana tövhid əhlinə də tövhidi xatırladırsan, tövhid əhlinə də şirkdən çəkinməyi xatırladırsan və s. Amma əslən biz elmin arxasına getməliydik. Əslən biz yenidən bilmədiklərimizi öyrənməliydik. Bizə bu nəsihətlər lazım deyildi. Bu nəsihətlər 10 il, 15 il, 20 il bundan qabaq olunub yəni. Yəni 20 ildən sonra bu olmamalıydı. Ümidvaram ki, fayda olar. Ümidvaram ki, xatırlatma olar. Və kimlərdə ki, xətalar varsa, onların öz xətalarına qayıtmaqlarına biz səbəb olar. Və Allah Taala'dan istəyirəm ki, bizi riyadan, təkəbbürdən və ona bənzər murdar şeylərdən qorusun. Çünki vallahi nə qədər ki zaman var, vaxt var, qayıtmaq lazımdır. Hər bir şeydən, hər bir xətadan, hər bir günahdan. Çünki zaman gələcək, qayıtmağın da faydası olmayacaq. Aydındır, əncin Allah bilir. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahabatihi ecmaîn.